Herkese selam dostlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoyla karşınızdayım. Videoyu geçmeden ve kanala destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Hem için dostlar Telegram kanalımıza gelmeyi unutmayın. Çünkü burada səhmlər və kripto valutalar haqqında alış-satış siqnalları paylaşırıq. Gördüğünüz gibi Ayva Texnolojide dünən hissəmiz 50%-dən çox gəlir qazandı. Yəni satan satır, satmayan saxlayır. O satmaq və yaxud satmamaq sizin qərarınızdır. Mən gəlir işinə baxıram və gördüyünüz kimi 50 burada 46% düzdür, amma bunu paylaşandan sonra hətta 50% də keçdi gəlirimiz. Bundan sonra yəni bir çox məsələn ETF var, silah ETF, daha doğrusu yeni texnologiyalardan silah-sursat ETF. Yəni burada müasir texnologiyalardan hazırlanan deməli şirkətlərin ümumi olaraq yığıldığı bir paket kimi düşünün. Bunu almışdıq məsələn 10%-dən çox qazancdayıq hal-hazırda müharibəyə görədir deməli qazanclar artır və s. Yəni müxtəlif xəbərlər, alış-satış siqnalları və analizlərdən sizləri qazandırmağa çalışıram və qrupun daima aktiv olmasını və daha çox üzvün qatılmasını təşviq edirəm. Burada müzakirə qrupumuz da var. Müzakirə də edirik. Gördüyünüz kimi izləyicilərimizdə də 50%-dən çox və s. qazanclar var. İzləyicilərimizlə müzakirə edirik. Kriptovalyuta və səhmləri hər birinizi götürürəm. Linki şərhlərdə olacaq. Gəlin çox uzatmadan videoya keçək. Bugünkü videoda dostlar sizlərlə bərabər sizlərə dünən də dedim ki, deməli neft qiymətləri ilə barədə bir neçə xəbərim var. Bu xəbərləri deyəcəm. Maraqlı xəbərlərdir ki, bizi gələcək səhm bazarlarında, maliyyə bazarlarında, kriptovalyuta bazarlarında nə gözləyir ayrı-ayrı müzakirə edəcəyik. İlk öncə gördüyünüz kimi dünən Nasdaq səhmi azca olaraq üstünlüyü qazandı. Əslində bazar açılanda daha yüksəkdə idi. Sonra isə müharibənin davam etmə xəbəri və s. Deməli bu Nasdaqı artırdı. Trumpın belə bir açıqlamaları var dostlar son vaxtlar. Trumpın açıqlamaları budur ki, müharibə davam edəcək, lakin neftin qiymətini salmağa çalışacaq. Neftin qiymətini necə salmağa çalışacaqlar dostlar? Yəni neftin qiymətinə daxil olaq. Oradan sizlərə hər şeyi aydın izah edim. İlk öncə gördüyünüz kimi dünən neft 95 dollara qədər yüksəldi. Sonra isə 90 dollar. Neft niyə 120 dollardan düşdü dostlar? Gördüyünüz kimi 116 hətta 120 dollarlara qədər artış etmişdi neft. Bunun düşmə səbəbi budur ki, ilk öncə Trump ortalığa bir söz saldı ki, müharibə qutaracaq, lakin müharibə ilə qurtarmayıb. Yəni daha doğrusu bu yaxınlarda qutaracaq dedi. Lakin hal-hazırdakı açıqlamaları deyir ki, İran məğlub olmayana kimi davam edəcək. Yəni müharibə davam edəcək dostlar bir sözlə. Qısa bir müddət daha davam edəcək. Qısa bir müddət deyə də dəqiq bilmirəm nə vaxta kimi, amma müəyyən vaxtlar var təbii olaraq. Necə vaxtlar var dostlar? Bu neftin qiymətini salmaq üçün ikinci həmlə dünya G7 ölkələri arasında, yəni böyük dövlətlər aiddir. G7 Amerika, Fransa və digər dövlətlər, yəni G7 ölkələri arasında danışıldı ki, gəlin biz öz strateji rezervlərimizdən bazara neft buraxaq ki, təklif tələbi üstələyərək neftin qiymətini aşağı salaq. Niyə neftin qiymətini aşağı salaq? Çünki dostlar, hal-hazırda bir çox zavod, fabriklər neft və neft məhsulları ilə qidalanırlar, istehsal edirlər və istehsalı artırırlar. Ona görə də dostlar, neft önəmlidir. Yenə də neft önəmlidir. Baxmayaraq ki, biz 2026-cı ildəyik, baxmayaraq süni intellekt dövründəyik, hələ də neft həyatımızdan tam çıxarmaq mümkün deyil. Belə dostlar, yəni ona görə neftin qiymətini endirmək istəyirlər ki, istehsalı saxlamasınlar, şirkətlər daha çox istehsal edəsinlər. Yəni məhsuldarlıq zəif olarsa, iqtisadi artım olmazsa, bu müharibələrin heç bir mənası yoxdur dostlar. Yadınızda saxlayın. Müharibələrdən sonra həmişə müəyyən bir dövr iqtisadi artım dövrü olur və dünya inkişaf eləmərsə, bəlkə də müharibə də olmaz. Yəni bu mənim şəxsi fikrimdir. Niyə elə deyirəm? Çünki yəni ölkələr bir-birləri ilə iqtisadi rəqabəti üstələmək üçün müharibələr edirlər əsasən. Düzdür, buna bir çox ad verirlər. Nüvə raketinin hazırlanması və yaxud tutaq ki, başqa səbəblər deyə bilərlər. Məsələn, Rusiya deyə bilər, NATO-nun hərbi gücünü, sərhədlərimizi istəmirik və s. Amma nəticədə nə görürük? Nəticədə görürük ki, ələ keçirilən bölgələr qaz, kömür, neft bölgələridir. Ələ keçirilən bölgələr nadir torpaq elementləri bölgələridir və nəticədə ələ keçirilən bölgələr böyük limanlar və strateji nöqtələrdir. Yəni əsasən nəticə iqtisadidir dostlar. İqtisadi nəticələrə görə siyasi səbəblər uydurmağı xoşlayan bir dövrdəyik və bu əslində uzun müddətdir. Yəni bəlkə də dünya yaranandan bu belə davam eləyir. Nəysə dostlar, iqtisadi nəticələrini görsək nə deyərik? Neftin qiymətini biraz da salmağa çalışacaqlar və böyük ehtimal 90 dollarda qalmayacaq. 80 dollarlara sabitləməyə çalışacaqlar neftin qiymətini. Bunun səbəbi kimi dediyim kimi zavod və fabriklərin məhsuldarlığını pozmamaq, təmin etmək və buna görə də neftin qiyməti də əslində dostlar, səhmlər və kriptovalyutaların qiymətində də əksdir. Yəni neft düşsə, səhmlər artır, qızıl gümüş artır və kriptovalyuta artır. Yadınızda saxlayın, kriptovalyutadır, qızıldır, gümüşdür və səhm birjalardır.
Bunlar birlikdə işləyirlər, bir mexanizmdirlər. Əgər bazarda həyəcan və deməli çox satın alma olarsa, insanlar Bitcoin alırlar. Yəni artıq o dərəcədə deməli istiqrazlardan, neftdən pul qazana bilmirlər ki, yəni bu onları təmin eləmir və nəticədə səhmlərə keçirlər, səhmlərdən qızıl gümüşə keçirlər, qızıl gümüşdən Bitcoinə keçirlər, ardıcıllığı düz demədim. Amma yəni ümumi olaraq məğzi budur söhbətin dostlar. Buna görə də neftin düşməsi səhmlər və qızıl gümüş və kriptovalyuta bazarını canlandıracaq və müharibə nə vaxt bitəcək? Müharibənin bitməsi dəqiq deyil, lakin çox da davam edə bilməz. Çünki strateji rezervləri tamamilə işlətmək çox böyük dəlilidir. Yəni tarixən bu olmayıb demək olar, strateji rezervlərin tam işlədilməsi. Maksimum 25-30%-ni işlədiblər və hal-hazırda da cəmi ortalama 4-5%-ni hal-hazırda istifadə edirlər. Düzdür, 25-30-a qədər artıra bilərlər. Amma bu müharibə getsə, yəni maksimum 3-4 aya qədər bu strateji rezervləri istifadə edəcəklər. Ondan artıq elə də dəqiq mümkün deyil. Həm də ki, olsa bu müharibənin iqlim nəticələri də çox böyükdür. Yəni bəlkə də fikir verməmisiniz, lakin bir neçə ildən sonra fikir verəcəyik hamımız bir yerdə. Gəlin kriptovalyuta bazarına keçək. Kriptovalyuta bazarında vəziyyət necədir? Bitcoin 69 bin dollar səviyyəsində, Ethereum isə 2 bin dollar səviyyəsindədir. Sizə Goldman Sachs'ın bir xəbərini də çatdırım. Goldman Sachs şirkətdir. Baxarsınız, neçə trilyonluq şirkətdir. Təxminən 2 trilyondan çox bazar dəyəri var. Goldman Sachs deyir ki, dostlar, deməli səhm birjalarında, əsasən Amerika birjalarını analiz edir. Deyir ki, səhm birjalarında deməli həddən artıq artımlar müşahidə oluna bilər. Bu niyə deyir belə? Çünki həqiqətən də hal-hazırda səhm birjalarının dəyəri çox aşağıdır dostlar. Nasdaq-ı götürək, deməli ETF-lərimi götürək və yaxud bizim aldığımız şirkət səhmləri var. MicroStrategy, Gorilla Technology, Aiva Technology və digər şirkət səhmlərimiz var ki, bunların dəyəri çox aşağıdır. Gördünüz ki, Figma və və ilaxır kanalımıza gəlsəniz görəcəksiniz. Və Bitcoin də gördüyünüz kimi çox aşağıdır. Yəni hal-hazırda kriptovalyuta və səhm bazarında böyük alış dövrüdür dostlar, böyük alış dövrüdür. Yəni indi bazara girənlər böyük ehtimal 1 il sonra xoşbəxt olacaqlar həqiqi mənada, sözün həqiqi mənasında. Çünki yaxşı pullar qazanacaqlar. Yəni Bitcoin 60 bin səviyyəsinə doğru geriləyəcəyini kimdən soruşsanız deyəcəkdir, bilmirəm. Və yaxud ümumi kriptovalyuta bazarını və səhm bazarını çöküşünü, Amerikanın İrana belə əhəmiyyətli və uzun müddətli hücumunu və s. Yəni bunu heç kim bilə bilməzdi. Ona görə də kriptovalyuta və səhm bazarlarında artışlar gələcəyi doğru artışlar analiz edir və gördüyünüz kimi Bitcoinin alış nöqtəsinə baxın dostlar. Yəni bu tamına bir alış nöqtəsidir. Gördüyünüz kimi, yəni bunu texniki analizdən başa çıxmayan bir adam belə görə bilər ki, burada alış nöqtəsi %100 var. Yatırım etmək və yaxud etməmək. Siz qararınızı yatırım edərkən kriptovalyuta bazarında əsas kriptovalyutalar Bitcoin, Ethereum, BNB, XRP, Solana, Tron, Dogecoin da ola bilər, Bitcoin Cash, Chainlink da ola bilər, məsələn Avax, Litecoin. Yəni gördüyünüz kimi saydığım Zcash da ola bilər, saydığım Sui da ola bilər təbii olaraq. Saydığım kriptovalyutalar əsasən təməli blockchain və yaxud birja kriptovalyutalardır. Yəni bunlardan başqasına yatırım etməyin dostlar. KuCoin məsələn birja kriptovalyutası bilmirsinizsə araşdırın dostlar. Əlimizin altında süni intellekt var, saytlar var, internet var. Bu indiki dövrdə çox asandır. Məsələn Official Trump almayın getdi. Və yaxud başqa ARB də almayın. Yəni Chiz var məsələn, bu da köhnə kriptovalyutadır. Mənası yoxdur almağın. Əsasən təməlli kriptovalyutalar, bir də daima ortalıqda olan kriptovalyutalar, daima xəbərlər olan və blockchain, birja kriptovalyutaları alın dostlar. Bu günlük bu qədər video bəyəndinizsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.